Bir uşaq vardı, gözlərində Ağdamın yanan işığı. Taleyin sovurduğu yollarda o işığı qorudu. İndi həmin işıq muğamın səsində yenidən doğulur. Yüz illik tarixi olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bir çox məzunları var. Bu məzunlar Azərbaycan mədəniyyətinin teatr, kino, təsviri sənət, musiqi və digər sahələrində öz sözlərini demiş, adlarını Azərbaycan incəsənət tarixinə qızıl hərflərlə yazmış şəxslərdir. Ümumiyyətlə, Məsum İbrahimovun, Məsum müəllimin deməli ki, yaradıcılığı çox genişdir. Ona görə ki, Məsum müəllim, mən tanıyırım onu cavan yaşlarından, onda tələbə idi. Çox böyük bir məktəb keçib. Şövkət xanım Ələkbərovadan dərs alıb, Vahid Abdullayevdən dərs alıb və başqa ustadlardan da dərs alıb, Arif Babayevdən. Amma bugün Məsum İbrahimov özü bir ustaddır, özü seçilir ustadlar içərisində. Dünən tələbəm olan büyük professor həmkarım Məsum İbrahimov haqqında söz demək mənim üçün çox xoşdur. Xoşdur ona görə ki, onun istər təhsil illərində, istərsə də təhsil illərini bitirdikdən sonra, ali məktəbi bitirdikdən sonra onun yaradıcılığı həmişə diqqətimdədir və həmişə də onunla fəxr eləmişəm. Belə bir deyim var da, deyir ki, musiqi ruhun qidasıdır. Məndən ötürü həqiqətən bu belədir. Tək məndən ötürü yox, ümumiyyətlə bu bir aksiyomadır. Musiqi həqiqətən ruhun qidasıdır. Amma mən yeniyetmə vaxtlarımdan onun yaradıcılığını izləyən, hətta bizim Abşeron kəndlərində onun ifalarını yeniyetmə vaxtımdan həvəslə, belə deyim də, pərəstişkarı olan bir insan olaraq onun bütün o ifasının, sənətinin, yaradıcılığının gözəlliyindən əlavə məni həmişə bir detal cəlb edirdi onun fəaliyyətində və şəxsiyyətində sənət uğrunda elədiyi fədakarlıq və dözümlülük. Məsum müəllim haqqında çox danışa bilərəm. Onu uzun illərdir tanıyıram. İlk növbədə o tanınmış xanəndə, görkəmli pedaqoq və təbii ki, Azərbaycan opera və balet teatrının səhnəsində unudulmaz Məcnun obrazı yaratmış bir şəxsiyyət kimi tarixə yazılıb. Küçələrə susatmışam, küçələrə susatmışam, yar gələndə toz olmasın, yar gələndə toz olmasın. Məsum İbrahimovun yaradıcılığından danışanda təbii ki, ona 3 rakursdan kino dilində desək yanaşmaq olar. Birinci, onun xalq mahnılarının, bəstəkar mahnılarının gözəl ifaçısı kimi, əvvəlsiz ifaçısı kimi. İkinci, təbii ki, onun muğam ifaçılığıdır. Üçüncü isə o pedaqoji fəaliyyətidir. Məsum müəllimin o özünün böyüklüyü odur ki, həmişə istəyir ki, nəsə əldə eləsin. Muğam öyrənmək ki, mən demişəm, həmişə geri arxaya baxasan. Klassik muğamımız var. Bunun mütləqdir ki, bu ənənəni qoruyub saxlayasan və klassik muğamı olduğu kimi çatdırasan tamaşaçıya, muğam sevərlərə. Amma bir də var, həmin o klassikanın elə qoruyub saxlaya-saxlaya improvizəli bir muğam ifa eləyəsən. İmprovizə mütləqdir orada, çünki o, deməli, ifaçının yaradıcılığından xəbər verir. O ifaçıda yaradıcılıq varsa, o təzə nəfəslər gətirir muğama və improvizəli muğam oxuyur. Müftənayı dərdi eşqəyəm, əl götür məndən təbib. Öylə bir tədbir qıl kim bu dərdə dərman olmasın. Sabir
Klasik muğam ifaçılığı məktəbi davam eləsin. Bu da nə vaxt davam edir? Onu düzgün ifa eləyəndə müəllimlər, ustadlar və onu tələbələrini aşılayanda bu olur çox gözəl. Ustad sənətkarlarımızdan bizə gəlib çıxıb bu ifaçılıq və biz bunu, bu ənənələri qoruyub saxlamalıyıq və bu keyfiyyətlər də onda var. Bu günləri Məsum İbrahimov artıq bu sənətdə öz sözünü qəti demiş bir sənətkardır, sevilən sənətkardır, tanınmış sənətkardır və bir hörmətli həm də şəxsiyyətdir. O, bu zirvəyə gələnə qədər əlbəttə ki, çox uzun bir yaradıcılıq yolu keçmişdi. Peşədəki davranışı ilə, tamaşaçı ilə o öz arasında olan o münasibətlərdən tutmuş, bütün digər məziyyətlərə qədər bunların hamısını belə deyək, ləyaqətlə təqdim edən, həyata keçirən məndən ötürü bir sənətkardır. Mənsum müəllim muğamlarımızın mahir ifaçısı kimi istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda bir çox xarici ölkələrdə uğurla çıxış edir. Özünə məxsus repertuar seçib həmişə. Həmişə özünə məxsus. Elə mahnıları tapıb oxuyurdu ki və tamaşaçının qəlbinə yol açmağı bacarıb Mənsum müəllim. Fərqi yoxdur mahnılar bizdən öncə oxunub, oxunmayıb. Amma onu Mənsum İbrahimov öz səsi ilə, öz gözəl obrazı ilə təqdim edib və artıq Mənsum müəllim yadında qalıb o mahnı. Özünə məxsus mahnıları elə gözəl təqdim edib, o gözəl üçlüyü ilə, gözəl sənətkarları ilə. Qara giləm, ayaq giləm, qoşa giləm mən. Güneşin ekseri bakımcaları Abşeronla batıya bağların şəkəri Neynələr ulduzu, torpağın ülkəni Neynələr ulduzu, torpağın ülkəni Qara giləm, ayaq giləm, qoşa giləm mənim Qara giləm, ayaq giləm, qoşa giləm mənim Neçə illərdir bir yerdə bir üçlü ilə çalıb oxuyurlar. Elnur kamança, tar, Elçin. Yəni, bunlar həqiqətən də elə bil ki, neçə illərdir Mənsum müəllimi bütün deməli, yaradıcılığını bunlar deməli, idarə edir. Onu bilirlər, Mənsum müəllim repertuarından bilirlər hansı mahnıları, hansı muğamı oxumaq olar, hansını oxumaq olmaz. Yəni, bunlar hamısı nədən əmələ gəlir? Fədakarlıqda əmələ gəlir. Mənsum müəllimin ifaçılığında zərrə qədər xələllik yoxdur. Mənim üçün Mənsum İbrahimov haqqında danışanda yenə də birinci növbədə Məcnun rolü yadıma düşür. Xatirimə o gəlir və bu yerdə mənim yazışı dostum Mustafa Çəmənlinin onun haqqında yazdığı bir kitab var. Həmin kitabın adı Məcnunun Məcnunu adlanır. Yəni Məcnun rolunun, Məcnun personaj kimi onun Məcnunudur. Onun elə bir, bilirsiniz, elə bir yüksək ifaçısıdır ki, sanki onu elə Məcnun kimi doğulubdur. Teatrımıza cəlb olunan gənc ifaçılardan biri kimi onun teatra artıq gəlişindən onun səliqə səhmanı, teatr sənətinə olan eşqi, sevgisi özünü göstərdi. Biz Mənsumla ümumiyyətlə teatra eyni vaxtda gəlmişik. Demək, həm də eyni yaşıdıq, eyni vaxtda da gəlmişik. Demək, Mənsum İbrahimov hələ teatra Şövkət Ələkbərovun tövsiyəsi ilə gəlib və o ilk özüncə tamaşalarda ikinci dərəcəli rollar oynayırdı və elə oldu ki, 1993-cü ildə teatrın rəhbərliyi və nazirlik tərəfindən belə bir təşəbbüs irəli sürüldü ki, yeni gənclər gəlsin. Belə bir qərar yarandı ki, təzə bir Leyli lazımdır və əgər təzə Leyli varsa, niyə də yeni Məcnun olmasın ki? Mənsum müəllimlə bizi Hafiz müəllim Quliyev, həm mənim ustadım, həm də teatrımızda Məcnun idi o vaxtı. Canəli Əkbərov xalq artistimiz, mərhum sənətkarımız Canəli Əkbərov Leylini hazırlayırdı və Məcnunu Mənsumla mənə İlxan Mansurov tarzənimiz müşahidə eləyirdi. Hətta Əlikram müəllim də vardı teatrda o vaxtı. Məşqlərə hamısı gəlirdilər.
Və Hafiz Quliyev də Mizan üzrə bizi hazırladı. Və uzun müddət biz məşq elədik. Məsum İbrahimov Məcnun obrazında, Gülyaz Məmmədova Leyli obrazında və başqa obrazlarda da yeni adamlar idi. Və gərgin bir iş prosesi getdi. Demək olar ki, 7 ya 8 ay biz məşğul olduq, gündə 6 saat olmaqla. Yəni siz deyirsiniz, bax, o üstün cəhətlər və biz məşq eləyirdik, söz yox ki, səhnə məşqləri gedirdi, nizam məşqləri gedirdi. Paralel olaraq biz saatlarla Füzulidən, saatlarla Üzeyir Hacıbəyli musiqisinin araşdırmasından və saatlarla ümumiyyətlə bu sənətlə söhbətlərimiz gedirdi. Və bu söhbətlər əsnasında biz bir ortaq məxrəcə gəlmək istəyirdik və bir tamaşanın bu obrazın həllini düzgün tapmaq istəyirdik. Opera səhnəsində çıxış eləmək, opera əsərlərində çıxış eləmək təbii ki, çox mürəkkəb bir məqamdır. Burada həm aktyorluq lazımdır, həm gözəl oxumağı bacarmaq lazımdır. Bunu birləşdirmək və bunun ikisinin tandemini yaratmaq təbii ki, çox çətin məsələdir. Teklif vüsal eder mənə yar, bir xəlvətə kim yox ordayam yar. Məsum mənim uzun illər bizim opera sənətimizdə müxtəlif, özü tək Leyli Məcnunda yox, müxtəlif operalarımızda, müxtəlif ən ağır vəziyyətdə mənim yadımdadır opera teatrının ən çətin vəziyyətlərində 90-cı illərdə o oradan çıxmadı. O bütün o yükü öz çiyinlərində apardı. Söz yox ki, 1908-ci ildə Üzeyir Hacıbəyli Leyli və Məcnun operasını yazmışdı və həm Sarabski ilk Məcnun olmuşdu və o Sarabskidən sonra onlarla Məcnun səhnəyə gəlmişdi və istedadlı Məcnunlar da var idi. İndi adları çəksəm çox uzun bir siyahı alınır və biz söz yox ki, biz onların hamısını araşdırırdıq. Tutaq ki, Sarabskinin oyun tərzin, tutaq ki, Arif Babayevin oyun tərzin, tutaq ki, Quləsgərovun oyun tərzin və bütün başqa bizim Can Ələkbərov, Babu Mahmudoğlu'nun oyun tərzlərinin hamısını araşdırırdıq, baxırdıq. Söz yox ki, hərəsi özünə məxsus bir Məcnun obraz yaratmışdı bu böyük sənətkarlarımız. Sizdə ədət buludur, böyle yolurdu yanım, hani zalim bizimle yaptı peyman etti. Və zaman gəldi ki, mənimlə də tərəf müqabil oldu. Leyli və Məcnun operasında, Gəlin Qayası operasında, Aşıq Qərib operasında bir çox tamaşalarda mənimlə tərəf müqabil kimi çıxışlar elədi. Əlbəttə ki, səhnə başqa bir dünyadır. Səhnədə sən olmursan, sən olmursan. İstər Leyli və Məcnun operasında, elə o bizim duetimiz sayılır. İstər də bir başqa bəstəkar xalq mahnılarında bizim ifalarımız çox oldu Mənsum müəllimlə. Həm duet olaraq deyirəm, həm Leyli Məcnunda, Leyli və Məcnun, Aşıq Qəribdə Şahsənəm Qərib obrazında, Gəlin Qayası operasında Şəfqə xanım Axundovanın, Gəlin Qayası operasında Camal və Gülbahar obrazlar. Bunlar bizim bircə işlədiyimiz fəaliyyət dövrümüzdə gözəl bir duetlərimiz olubdu. Və mən görürdüm ki, o əgər Camaldırsa, artıq Gülyaz, Gülbahardırsa, biz o səhnədəki anı yaşayırdıq. İki aşiqin bir-birinə necə baxışı, necə obrazı, necə ifaları var, biz onu göstərmişik tamaşaçılara. Bu günə qədər yeganə tamaşadır ki, repertuardan çıxmayıb. Hətta təzə tamaşa qoyulan zaman bu həftə köhnə tamaşa quruluş gedirdi, növbətdə yeni quruluş gedirdi. Yəni bu əsərin özü maraqlı əsərdir. Amma eyni zamanda məsələn 90-cı illərdə biraz vəziyyət başqa idi deyə tamaşaçının kütləsi teatra çox gələ bilmirdi. Və biz bu Leyli Məcnuna bu günləri tutaq ki, bilet tamaşa qoyulur, həmən satılır.
Amma ən çox sevindirici haldır ki, bu tamaşaya gələn adamların çoxu gənclər idi. Mənim çox yadıma gəlir ki, onlarla belə bir nümunə də çəkə bilərəm ki, gənc oğlan öz nişanlısına mı deyək, öz sevgilisinə mi deyək, Leyli Məcnunun biletini alıb hədiyyə edib və onunla bir yerdə gəlib o tamaşaya baxırdı. Məni çox sevindirirdi çünki bu tamaşanın cazibəsi idi və eyni zamanda bu Məsum İbrahimin ifasının bir cazibəsi idi ki, o gəncləri o tamaşaya dəvət eləyə bilirdi, cəlb eləyə bilirdi. Kaç eyleme gülsünler Leyli'nin Xalqımız və dövlətimiz Məsum İbrahimova layiqli qiymətini vermişdir. O, hər bir konsert proqramının, hər bir dövlət tədbirinin iştirakçısı kimi hər zaman gür alqışlarla qarşılanır. 2005-ci ildə ölkəmizin birinci xanımı Mehriban xanım, onun gözəl layihələrindən biri olan televiziya muğam müsabiqəsində biz Arif Babayev, Əlibaba Məmmədov, Xan Abdullayev, mən və Məsum. Bax, bu kimi belə bir nümayəndə heyəti ilə biz ilk müsabiqələrə başladıq və ilk demək olar ki, o münsif kürsündə əyləşdik. 4 aya yaxın yoldaşlıq elədik. Məsum müəllimin orada böyük keyfiyyətlərini mən orada hiss elədim. Gördüm, Məsum müəllim çox keyfiyyətli bir insandır. İstəyir yol yoldaşı olmaq, istəyir sənət barəsində. 2022-ci ildə Məsum müəllimlə biz bir yerdə, bax burada əyləşdiyimiz məkanda televiziya muğam müsabiqəsinin deməli münsiflər də iştirak eləmişik. Bir yaxşı söz var, deyir ki, insanı tanımaq istəyirsənsə, o ilə mütləq səfərə çıx. Mənim üçün çox xoşdur ki, o insanla bir yerdə mən müqəddəs Kəbədə, Məkkədə, Mədinədə olmuşuq. O səfər çərçivəsində biz getmişdik və orada mən bir daha onu yenidən tanıdım özüm üçün. Sonra muğam müsabiqəsində yenə də yan-bayan oturduq, yenə də onu mən yaxından tanıdım və yenə də eyni xüsusiyyətləri gördüm. O fədakarlıq, özünə cəfa eləmək, özünü belə demək olarsa o sənət yolunda qurban vermək. Bax, bu bəlkə də kənardan çox hiss olunmur, çünki o proses biraz pərdə arxasında baş verirdi. Amma misal üçün, yaxında olan insan olaraq mən o xasiyyətini həmişə müşahidə eləmişim. Ən ağır səfərlər, ən çətin situasiyalar. Heç vaxt bu adam məsəl üçün narazılıq, narahatçılıq bildirsin, etiraz eləsin, imtina eləsin. Yox, elə şey yoxdur. Sənətimizdir, işimizdir. Bu muğam sənəti bizim, belə demək olarsa, ayrılmaz bir hissəmizdir və biz buna görə hər cür əziyyətə dözməliyik. İlk dəfə Məsum müəllimlə səfərə getdik. Yadımda deyil hansı ölkə idi. Səhv eləmirəmsə Tacikistan idi. Mən düşünürəm ki, müəllimimdir də, yəni mən onun şəkillərini çəkirəm, istəyirəm ki, məsəl üçün ona yaxşı olsun və insan nə qədər yolda öz insanlığını, sadəliyini nümayiş elətdirə bilərsə, yəni ən üst səviyyədə. Siz təsəvvür edin ki, elə bir yer qalmadı ki, o mənim şəklimi çək. Qızım, burada dayan şəklini çəkim. Qızım, belə dur, yox, bu yaxşı çıxmadı. Belə dayan, belə çəkim. Yəni, çünki o bilir ki, mən ilk dəfədir gedirəm, yəni o dəfələrlə gedib, mən görməmişəm. O bilir ki, mən daha həvəsliyəm, məsələn, bilir axı ki, şəkil çəkdirməyə həvəsliyəm, məsələn, ki, indiki gənclərin hamısı belədir. Yəni, o yolda bir yol yoldaşı olaraq, insan olaraq, bir valideyn olaraq, yəni hər mənada əvəzsiz insandır. Çox gözəl yolluğu var. Mehriban, zarafatçıl, baməzə zarafatları da o qədərdir ki, biz Türkiyədə Məsum müəllimlə, orada da ilk dəfə elə Məsum müəllimlə Leyli və Məcnun operasını təqdim elədik. Möhtəşəm oldu da, möhtəşəm keçdi. Bu, mən ömrümdə qızıl hərflərə yazılan anlara yenə də deyirəm, həmən anlardandır. Və biz orada möhtəşəm konsert çıxışından sonra bizim Türkiyənin prezidenti Erdoğan bəy bizim Leyli və Məcnun tamaşasında iştirak edibdi və orada yaxınlaşıb, hanı Leyla nərdə, Məcnun nərdə yaxınlaşdı, gözəl bir bizə gözəl kəlmələr, kəlamlar işlətdi.
Biz hər birimiz çalışırıq ki, tələbələrimizin sonrakı həyatı da bizi həmişə maraqlandırır. Onların ali təhsilli olması üçün, onların hansısa musiqi ocaqlarında dərs deməkləri, işləməkləri ki, bu xalqımıza xidmət eləsinlər. Mahaldan başlayaq, bir səsimiz açaqanda bir təkrar eləyək. Bəli, mən illərdir Mənsum müəllimin yetirməsi olmuşam. Mənsum müəllim çox səmimi, çox necə deyim, əsəbi olmayan müəllimdir də, yəni çox səbirli, çox təmkinli insandır və mən ondan heç vaxt əsəb görməmişəm. Yalnız bir dəfə danlayıb məni. Yəni mən özüm o həddə çatdırmışam ki, məni danlayıb və nə yaxşı da ki, danlayıb. Mən həmişə tələbələrimin yaradıcılığını izləyirəm və fəxr edirəm. Onların konsertinə qulaq asanda və yaxud onlar haqqında söz düşəndə fəxrlə mənim tələbəm olub deyəndə həmsöhbətlərimi təbəssüm üzünü götürür ki, ay Validə xanım, sən ki ona oxumağı öyrətməmisən, şübhəsiz ki, oxumağı öyrətməsəm də müəyyən dərəcədə 2 il dünya ədəbiyyatı və Azərbaycan ədəbiyyatı fənlərindən dərs demişəm. Tələbə müəllimdən nəsə öyrənir, özünün davranışını həyatda aparmağını, onun sənətindən başqa. Ona görə onun tələbələri, mən fikir vermişəm, hamısı çox gözəl, bu saatın hamısı səhnələrdə, konsertlərdə çıxış edirlər, xarici ölkələrdə. Onun tələbələrini saymaqla qurtarmaz. Onlarla məcnun yetişdirir. Səhnədə onların səhnəyə çıxmasında səbəbkar olubdur. Onların ustadı olubdur. Onlara dərs deyib, onları öyrədib və bu mənada əlbəttə ki, bu hesab edirəm ki, çox böyük bir işdir. Mənsum müəllimin tələbələri səhnəmizdə illərdir ki, fəaliyyət göstərirlər. Hətta olan fəxri adları da var. Onun elə Heydər Əliyev sarayında 2 dəfə deyim, 3 dəfə, 4 dəfə verdiyi konsertlər bir nümunədir. Bütün tələbələri orada bir araya gətirdi və gözəl bir konsert təqdim elədi. Müəllimlik fəaliyyətini bir kənara qoyaraq o tələbələrini önə çəkdi. Tələbələrini göstərirdi ki, baxın, elə o tələbələrinin çıxışı da onun müəllimlik fəaliyyətini büruzə verirdi. Göstərirdi ki, bu Mənsum İbrahimov yoludur. Bu Mənsum İbrahimov yaradıcılığının davamıdır. Ümumiyyətlə, Mənsum müəllimlə nəinki səhnəyə çıxanda, biz səhnədə oxuyanda, əgər Mənsum müəllim o zalda əyləşibsə, bizim ifamız tamam başqa olur. Yəni, biz ondan ruh alırıq. Nədir bu göftügülər? Qılmaq sənətənə ey bücürən. Nə üçün özünə ziyan edirsən? Yaxşı adını yaman edirsən. Mənsum müəllimə nə arzu etmək olar? Uzun illər səsi səhnəmizdən gəlsin. Mənsum müəllim, yaşınız mübarək. Sən bugün artıq muğam sənətinin zirvəsindəsən. Sənə uğurlar. Mən ona can sağlığı arzu edirəm. Mən arzu edirəm ki, bundan sonra da bax elə onun o eşqi, sənətə olan sevgisi bitib tükənməsin. Mən sizə musiqimiz qədər ömür arzulayıram. Musiqimiz durduqca, musiqimiz var olduqca Mənsum müəllim, Mənsum İbrahimov imzası, səsi bax, həmişə musiqimizdə var olacaq, musiqi tariximizdə var olacaq və bu yolda sizə ancaq uğurlar arzulayıram. Mən bir daha təbrik edirəm onun özəl yubileyini və düşünürəm ki, hələ o bu yükü, o çiynindəki muğam yükünü hələ uzun müddət çəkəcək. Canı sağ olsun.
o həmin Mənsum İbrahimov halı qalsın, necə o təravətli idi, o təravətdə qalsın və bundan sonra da tamaşaçılarımız üçün həm yeni obrazlar, həm yeni ifalar təqdim eləsin və tamaşaçılarımızı bu sənətdə sevindirsin. Mən sənə can sağlığı arzulayıram, əziz dostum, əziz sənətkarım, əziz Məcnunum, əziz Məcnunumuz və mən fəxr edirəm ki, bu sənət dünyamızda, mədəniyyətimizdə, incəsənətimizdə sən varsan. Bir şey var, bir söz var. Deyir ki, gənclik hamıya qismət olur. Qocalmaq seçilmişdir. Mənsum müəllimin sənətdə hətta nəvələri də var. Bizdə belədir də, mən ustadım, elə ustadım mənim bir növ mənəvi atamdır, mən onun mənəvi oğluyam. Və mənim tələbəm də elə bil ki, onun nəvəsi sayılır və artıq Mənsum müəllimin nəvələri var ki, səhnədə çox gözəl fəaliyyətdədirlər. Siz dünyaya gələn gündür, musiqi aləmində toy büyündür. Siz dünyaya gələn gündür, musiqi aləmində